2026-cı ildən bu mexanizm mərhələli şəkildə ləğv ediləcək. Pensiya alanların nəzərinə. Pensiya sistemi hər ölkədə sosial rifahın əsas göstəricilərindən biri hesab olunur. Müxtəlif dövlətlər bu sahədə fərqli yanaşmalar tətbiq edir. Məsələn, Rusiyada pensiya almaq üçün minimum 15 il sığorta stajına malik olmaq kifayətdir və pensiya məbləği vətəndaşın əmək haqqı əsasında hesablanır. Bu yanaşma uzun müddət çalışan və rəsmi əmək haqqı alan şəxslərin gələcək təminatını əsas götürür. Azərbaycanda isə pensiya hüququ sığorta stajı ilə yanaşı, fərdi hesabda toplanan sosial sığorta kapitalından asılıdır. Son illər aparılan islahatlar pensiya sisteminə daha çox maliyyə intizamı gətirsə də, cəmiyyətdə müəyyən narazılıqlara da səbəb olur. Xəbərizlə YouTube kanalı xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli Demokrat Az açıqlamasında deyib ki, Azərbaycanda pensiya hüququ əldə etmək üçün minimum 25 illik iş stajı tələb olunur. Lakin 2026-cı ilə qədər hökumət vətəndaşlara 25 illik sosial sığorta stajını faktiki olaraq hədiyyə edirdi. 2026-cı ildən etibarən hədiyyə staj hər il 1 il azaldılacaq. Faktiki olaraq 2026-cı ilə qədər pensiyaya çıxmaq üçün 0 illik real iş stajı kifayət edirdi. Ancaq 2026-cı ildən sonra bu müddət ildən ilə azalacaq. Məsələn, növbəti ildə 24 il, sonraki illərdə isə daha az staj hədiyyə olunacaq. Yəni Azərbaycan bu sahədə özünə məxsus sosial model seçib və bu yolu ardıcıl şəkildə davam etdirir. Hər ölkənin pensiya sistemi fərqlidir. Türkiyədə başqa model tətbiq olunur, Rusiyada başqa, Hindistanda isə tamamilə fərqli yanaşma var. Azərbaycan isə bu istiqamətdə kifayət qədər sosial yönümlü bir yol tutub. O bildirib ki, dövlət bu staj hədiyyəsini də ona görə tətbiq edirdi ki, müxtəlif səbəblərdən rəsmi işləyə bilməyən, sosial sığorta ödənişi olmayan şəxslər üçün keçid dövrü yaradılsın. Bu barədə illər öncədən xəbərdarlıq da edilmişdi. Əslində sosial sığorta stajı ilə bağlı hədiyyə mexanizminin müddəti 2023-cü ildə başa çatmalı idi. Lakin hökumət onu əlavə olaraq 3 il uzatdı. 2026-cı ildən sonra isə bu mexanizm mərhələli şəkildə ləğv ediləcək. Hazırda faktiki iş stajı 0 il hesab olunur və pensiya hüququ əsasən əmək haqqı üzərindən formalaşır. Pensiya sistemi hər yerdə olduğu kimi Azərbaycanda da əmək haqqı əsasında qurulub. Məsələn, özəl sektorda çalışan şəxslərin aylıq əmək haqqısından 10% məcburi pensiya sığortası tutulur. Bu vəsait şəxsin pensiya kapitalını formalaşdırır və gələcəkdə alacağı pensiyanın məbləği də məhz həmin kapital əsasında hesablanır.